Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Kâle Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem: Hüseynu minni ve ana min Hüseyni. Men habbehu ahabballah ve men a'dahu a'da'allah. Allah'ın Resulü buyurup ki, Hüseyin mennendir, mən Hüseynnənəm. Hər kəs Hüseynimi sevə, onu Allah sevər. Hər kəs onu ilə düşmənçilik eləyə, Allah ona qəzəblənər. Allah onu ilə düşmənçilik eləyər. Yəni İmam Hüseyn əleyhissalama bu əzəmət ona görə verilməyib ki, tək peyğəmbərin balasıdır. Ona görə verilməyib ki, peyğəmbər onu çox istəyirdi. Yox. Ona görə verilib ki, Hüseyn Allah bəndəsinin hansı dərəcədə olduğunu təcəlli eləyən bir varlıqdır. Yəni Allah sevən bəndə, Allahı sevən bəndə, Allah yolunda fədakar olan bəndənin ən kamil nümunəsi İmam Hüseyn əleyhissalamdır. Məsdir insan Allah bəndəsi olmaq istəyirsə, ona baxmalıdır, onun kimi olmalıdır. Bu məclislərdə də biz çalışırıq ki, onlara bənzəyək. Yəni bugün fürsətdir bizim əlimizə düşüb. Bilmirik, gələn il bu məclislər iştirak eləmək bizə qismət olacaq, yoxsa yox. Yəni qeyd elədiyimiz kimi, ölüm Allahın əlindədir və hər kəs də onu dadacaq. Kullu nəfsin zaiqatil maut summa ileyna turcaun. Hər bir canlı ölümü dadacaq və Allaha doğru qayıdacaq. Biz də o canlılardanıq, biz də əbədi deyirik. Amma bugün Allah bizə lütf eləyib ki, bu məclisdə iştirak eləyək. O qədər əzəməti var bu məclisin. Həqiqətən biz bəzilərimiz başa düşmürük bunu, bəzilərimiz belə yüngül yanaşırıq buna. Amma məsuliyyətini, fəzilətini, mükafatını başa düşsək, deyərik ki, ilin hər 12 ay məhərrəmlik olsun. Seyyid Əli Hüseyni mükaşifə aləmində Həbib ibn Məzahiri görür. Həbib ibn Məzahir də Kərbəlanın ağsaqqallarındandır. Deyir ki, ya Həbib, sən ki belə bir məqama çatmısan, behişdə sənə belə bir yer verilib, özün həm Peyğəmbərin səhabəsi olmusan, cavanlıqda Peyğəmbərlə birlikdə olmusan, Həzrət Əli ilə birlikdə olmusan və ömrünün son anlarında da, yaşlı vaxtlarında da Peyğəmbər övladı İmam Hüseynin yolunda o mübarək saqqalın qanıva bulaşıb. Şəhid olmusan. Bundan yüksək məqam varmı? Bundan da artıq nəsə istəyirsən, Həbib bilirsiniz nədir? Deyir, bir dənə arzu eləyirəm. Arzum budur ki, Allah məni bir dəfə dünyaya qaytarsın, İmam Hüseyn əleyhissalamın əzadarları ilə birlikdə sinəzənli eləyəm. Niyə ya Həbib bu boyda məqam verilib? Deyir, çünki uca Rəbbimiz behişdə hər Hüseyn aşiqi ki, əzadarı ki gəlib, onun hər əza məclisindəki iştirakına 70 şəhidin savabını yazır. Görün, hardasınız? 70 şəhidin savabın yazır. Yəni bu günləri bir dənə məclis bizə nəsib olub ki, biz bu məclisdə 70 şəhidin savabını qazanırıq. Allah bizə o əzəməti verir. Buradakı eşq ilə olar. Amma bir şərti var. Şərti budur ki, İmam Hüseyni dərk eləyəsən. İmamı tanıyasan. İmam Hüseyni dərk eləyə, başa düşə ki, o niyə ölüb? Niyə canın fəda verib? Hədəfi nə idi? Armanı nə idi? İstəkləri nə idi? Nə etmək istəyirdi? Bunları bilə-bilə biz Hüseyni tanıyıb bu məclisdə otursaq o məqam bizimdir. Əlhəmdülillah ki, sizdə Hüseynə şühudu məhəbbət var, qəlbinizdə istək var. Odur sizi gətirib bura çıxardan. Bunun da savabı var. Bu da elə belə deyil. Amma onu dərk eləyəndən sonra ki, mən Hüseyn məktəbinin davamçısıyam, o məktəbin tələblərini əməldə həyata keçirməyə başlayırsan. Ondadır ki, Allah səni Hüseyni tanıyıb sevənlərdən qərar verir. Hüseyn kimi
olanlardan qərar verir. Belə zamandadır ki, Allah bu boyda fəziləti İmam Hüseyin əleyhissalama verir. Bu gecə Aşura gecəsidir. Yəni qeyd elədi ki, bu gecə bir gecədir ki, İmam Hüseyin əleyhissalam səhabələrini yığır ətrafına və onlara təkliflərini müşəxxəs edir. Allah heç kimdən daşıya bilmədiyi yükü daşımağı tələb eləmir. Heç bir bəndəsindən görə bilmədiyi işi tələb eləmir. Hər kəsə bir potensial verib Allah, bir istedad verib Allah. Ondan kənara heç nə istəmir. Bir bacardığın kimi elə, mən səndən qəbul edəcəm. Deyir, Həzrəti Musa yolla gedirdi. Gəldi, çıxdı bir dənə çobanın yanına. Gördü ki, çoban ağlaya-ağlaya nəsə deyir. Bəyanından başa düşdü ki, güya dua edir, namaz qılır. Əlini açıb göyə deyir, ilahi, hardasan? Gəl ən yaxşı qoyunun südündən sağım verim sənə, Allaha deyir. Ən yaxşı yundan yapıncı tikim sən üçün. Ən yaxşı dəridən çarıq tikim sən üçün. Sən nə deyirsən onu eləyim sən üçün. Təki sən məndən razı ol. Həzrəti Musa baxır, deyir, nə danışırsan hə? Allahın südə ehtiyacı var. Allah yapıncı giyəndir. Bunu danlayır. Həzrəti Musa da başına döndüyüm biraz əsəbi adam olur da, biraz qəzəbli peyğəmbərlərdəndir da. Bunu eləyir, deyir ki, səhv eləyirsən, belə dua eləmək olmaz. Bu çoban çox məyus olur. Ki, bu neçə vaxt elədiyim dua getdi da, batıl imiş. Həzrəti Musa buna doğru, dürüst dua eləməyin qaydasını öyrədir, gedir. Biraz aralandan sonra Həzrəti Musaya vəhy olur. Musa, sən mənim bəndəmi niyə elə elədin? Axı o necə bacarırdı, necə eşqini tərənnüm elətdirirdi, o cür deməklə razı niyaz eləyirdi, ibadətini o cür eləyirdi. Niyə qəlbini sındırdın? Onun ibadəti məqbuldur. Qayıt müjdə ver ona, bəşarət ver ona, müştuluq ver ona ki, sənin ibadətlərin qəbuldur. Həzrəti Musa dönür geri, görür ki, çoban indi necə bu öyrədibsə həmən qayda ilə, amma əvvəlki eşq ilə, əvvəlki şövq ilə ibadət eləyir. Deyir ki, çoban, əlhəmdülillah ki, Allah sənin əvvəlki ibadətləri də qəbul eləyib, bunları da qəbul eləyir. Xoş halı var ki, bu dünyada ibadətinə zəmanət verilən adamlardan oldun. Yəni Allah necə bizə imkan veribsə, o cür ibadət, o itaət eləsək, Allah onu bizdən qəbul edəcək. İmam Hüseyin əleyhissalam da səhabələrini yığdı ətrafına və onlara dedi ki, Allah sizdən yükünüzdən artıq şey istəmir. Sabahları qətil günüdür, sabah ölüm günüdür, ağır imtihan günüdür. Hər kəsin ki ona təhəmmülü yoxdur, qapı açıqdır, gedə bilərsiniz. Hətta qeyd elədi ki, çıraqları da söndürür ki, qayıdın, gedin. Amma o sadiq səhabələr gəlirlər, deyirlər ki, ya Əba Əbdillah, bizim arzumuz, bizim hacətimiz, bizim istəyimiz budur ki, səninlə olaq. Elə bu dünyada da, o dünyada da. Bu dünyanın ağrısını, acısını, əzabını, zülmünü, çətinliyini səylə çəkirik ki, ahirətdəki feyzini də sənin kimi ala bilək. Heç bir səhabə, o 72 nəfərdən gedir söhbət, oradan geri dönmədi. Bəziləri qayıdıb getmişdi, axırıncı anı idi. Ondan sonra İmam əleyhissalam sabah nələr olacaqını onlara açıqladı. İmam əleyhissalam bəyan elədi ki, sabah bizi bu aqibət gözləyir. Əgər biz sabah bu qaydada öldürülməsək, Allahımızın göndərdiyi dini insanlara çatdıra bilməyəcək. Yəni o təbliğat o effekti verməyəcək. Baxın, bütün müsibətli hadisələrin hamısı insanların yadında qalır. Düzdürmü? Amma o xoş günlər ötəri olur, hamının yadından çıxır, gedir. Bəs bu müsibətin bir fəlsəfəsi də ondan ibarətdir ki, bu haqq məlumatlarını, ilahi ədaləti, həqiqi dini insanların yadında müsibətlə də olsa saxlasın.
Belki de İmam Hüseyin öldürülmeseydi, onun qiyamının bu kadar effekti olmayacaktı. Ona göre Allah deyirdi, İmam Hüseyin aleyhisselam Mədinədən ayrılanda, Mədinə şəhərindən, o ki, əvvəlki günlərdə söhbət olunurdu adətən bunlar, orada belə bir epizod var. Ona gəlirlər, təklif edirlər ki, Yezidə beyyət eləməlisən. Əgər Yezidə beyyət eləməsən, öldürüləcəksən. İmam gecə ilə gedir Peyğəmbər əleyhissalamın qəbrinin üstünə. Onu ilə vidalaşır. Deyir, ya cədda, babasına deyir, ya cədda, görürsən ki, bugün ümmətin bizdən üz döndərib. Ümmət fitnə dalaycandı, ümmət fəsad dalaycandı və bugün seçim qarşısındayam. Razı niyaz eləyir. Sonra o qəbrin yanında o bəsirət gözü ilə Peyğəmbəri görür. Görür ki, Peyğəmbər buna təbəssüm eləyir. Deyir ki, sən ilahi, vəzifəvi, qanuva qəltan olunmuş halda yerinə yetirəcəksən. İlahi vəzifəvi, qanuva qəltan olunmuş formada yerinə yetirəcəksən. Allah səni bu cür görmək istəyir. Yəni Allah onun o qətlinin o halda olması ilə cəmiyyətin onu qəbul edəcəyini bilirdi deyə imamın üzərinə o vəzifəni qoydu. Ona görə də imam bəyan elə ki, biz bu cür öldürülməliyik ki, bizim təbliğatımızın təsiri olsun. Ona görə dedi, hər birinə müjdə verdi. Müjdə verdi ki, bu çətinliyin arxasında bir gözəllik var. Hər bir çətin iş belədir. Çətinliyə, hamımız bura gələndə çətinliyi çəkmişsiniz, da düzdürmü? O təzə gələnlər, Sovet vaxtında və yaxud da ondan sonra gələnlər, o anarxiya vaxtında, nə bilim, zorakılıq vaxtında, oğurlar, quldurların çox vaxtında, düzdürmü? Burada olmuşsunuz. Kimlər ki ona dözməyib, qayıdıb, gedib. Kimlər ki dözüb, yaşayıb, indi əlhəmdülillah burada özünə bir gün üzü qayırıbdır. Ev, eşik, evlad, uşaq sahibidir, düzdürmü? O çıtın, o çətinlik yox, iradəsi möhkəm olanlar qalıblar. O çətinliyin bugün rahatlığın yaşayırsınız, düzdürmü? Ona görə deyir ki, hər çətinliyin arxasında bir asanlıq var. Deyir, bir dəfə bir padişah öz əyanların yoxlamaq istəyirdi ki, görün bunlar necə işləyirlər. Gəldi, deyir, yolun ortasına yekə bir dənə daş qoydu. Ağır bir dənə daş qoydu. Baxdı, gördü, vəzir gəlib oradan keçəndə dedi ki, bu yol idarəsinin müdürü hara baxır, kördür, bunu görmür, niyə təmizləmir bunu, deyindi, getdi. O birisi vəzir gəldi, dedi, baxdı ki, bu nə qədər belə qanatcaqsız adamlar var, neçə dəfə keçiblər buradan, bu daşı götürmüblər, özü də keçdi. Nə qədər nə ki, bu sarayın adamları var idi, məmurları vardı, gəldi, hərəsi biraz deyindi, çıxdı, getdi. Biraz keçəndən sonrasında bir dənə odunçu gəldi. Kürəyində bir şələ odun gəldi. Baxdı, gördü ki, yolun ortasında yekə bir daş var. Gəldi, odunu qoydu yerə, bir dənə belə taxta parçası götürdü, saldı daşın altına, qaldırdı, daşı çördü, atdı yolun qırağına. Belə baxanda gördü ki, bir dənə zərf qoyulub ora, paket qoyulub ora, ya bir dənə kisə var orada. Açdı, baxdı kisənin içinə, gördü ki, içərisində bir dənə zapiska yazılıb, bir kisədə dolu qızıldı. Gördü, orada yazılıb ki, hər çətinliyin mükafatı yerində ödənilir. Baxdı, gördü, daşı oradan götürmək üçün buna. Padişah oradan düşdü, gəldi. Dedi ki, bəs sabah mənim sarayıma gəl. Sabah gəldi saraya, o vəzir, vəkil ki, oradan keçəndə deyinə keçmişdilər. Dedi ki, hər çətinliyin arxasında bir asanlıq var. Hər neymətə naşükürlüyün arxasında isə bir yoxsulluq var. Siz neymətə naşükürlük eləyən adamlarsınız. Bu məmləkəti ki, idarə eləyən sizsiniz, burası rəhbərlik eləyən sizsiniz, ölərdiniz, o daşı oradan götürüb qırağa qoysaydınız. Ona görə də bu vəzifəyə siz layiq deyilsiniz. Bu odunçu sizdən daha layiqdir o vəzifəyə. Çünki vətəndaş məsuliyyətini hiss edir bu adam. Ona görə də deyir, hər çətinliyin arxasında nə var? Bir dənə asanlıq var. İmam Hüseyin əleyhisselamın səhabələri üçün də
sabahki gündəki çətinliyin, Aşura çətinliyinin bir asanlığı var idi. O da nə idi? Behiştəki onların gözəl məkanları. Ona görə deyir İmam Hüseyin əleyhissalam onlara öncədən müjdə verdi. Dünən də toxunduq bu hadisəyə ki, öz səhabəsinə üzün tutdu, dedi bir dənə səmaya baxın. Həbibi ibn Məzahiri göstərdi. Gördü ki, bir dənə bağban, gözəl bir məkanda, təbiət ən gözəl guşəsini xatırladan gözəl bir yerdə əyləşib Allahı zikr edir. Zuheyri göstərdi elə. Digər səhabələri göstərdi elə. Hər birinin məqamını göstərdi. Dedi ki, sabahki sizin məqamınız bundan ibarətdir. Ona görə də, yəni bu insanlar ki, imamı sevərlər və imamın rikabında gedərlər, onları sabahları ağır qətl gözləyir və dalıncan onları behiş gözləyir. Yəni, deyir İmam Hüseyin əleyhissalam axır gecə idi, axırıncı gecə İmam Zeynəl Abidin əleyhissalam deyir ki, gördüm ki, ağa belə bir ayəni zikr eləyir. Ayədə deyir ki, insanlar elə fikirləşməsinlər ki, biz onlara möhlət verəndə onların xeyrinədir. Söhbət günahkarlardan gedir. Biz onlara möhlət veririk ki, onların günahları daha da artsın, daha da çoxalsın ki, əzabları şədid olsun, şiddətli olsun. Yəni, baxmayağa dünya bizi allatmasın ki, Allahı tanımayanların pulu çoxdur, Allahı tanımayanların dərdi çox yoxdur, Allahı tanımayanlar kef eləyir, tanıyanlar çətinlikdə yaşayır. Yox, Allah onlara bir dənə fürsət verir. Can verən insanlara baxırsınız, bəzi vaxtları görürsünüz ki, pis adamdır, çox rahat can verir. Əlin ayağını uzadıb ölür. Hansı ki pis adamdır da, hamı bilir ki pis adamdır. Deyir, o bilirsiniz elə niyə can verir? Deyir, onun hansısa bir yaxşı işi olub, Allah Teala bu dünyada oynan hesabatını aparır ki, ahirətə Allah'tan istəyəcək bir şey olmasın. Cəhənnəmə getdi, xoş getdi. Bəzi adamlar var ki, yaxşı adamdılar, amma çətin can verirlər. Neçə gün can verir, hamı gəlir, gedir, dua oxunur, çətin. Deyir, o da yaxşı insandır. Ansıza bir günahları, səhvlər olub, Allah onun da cəzasını bu dünyada çəkdirir ona ki, ahirətə cəzalı getməsin. Amma bəzi adamlar da var ki, pis adamdılar, pis də can verirlər. Bir nəfər adam söhbət edir bunu. O 41-45-in müharibəsi zamanında baş verən hadisə xatıradır. Deyir ki, kasıb adam idik, deyir, atamız gedib müharibəyə ölüb, nənəmiz saxlayır bizi. Atamın da deyir, bir dəs kostyumu var, kostyumu, bir dənə də xalçamız var. Həmişə deyir, darxanda uşağı gedir o kostyumu götürürük, iyiliyirik. Atamızı deyir, istəyəndə ondan təsəlli tapırıq. Bir günləri deyir, sabah yuxudan ayıldıq, gördük ki, evi soyub aparıblar, xalça da yoxdur, kostyum da yoxdur. Başladıq ağlaşmağa deyir, çıxdıq o yana bax, bir yana bax, bir də deyir, gördü, balaca qardaşım deyir, bu boyda bir dəmir götürdü, gəldi. Ki, bunu tapmışam. Nənəm baxdı ki, bu tapancadır bu, bu filankəsin tapancasıdır. Onda tanıyırdılar da 5-6 kişi qalmışdı obada deyir, bilirdilər ki, kimin nəyi var. Bu filankəsin tapancasıdır. Bəs oğurluğu o eləyib. Nəsə deyir, onun yaxın bir adamı deyir, xalçanı qaytardı, verdi, kostyum gəlmədi, kostyum getdi. Adam deyir ki, həmən o oğru can verirdi. Ölüb, indi yaşayıb bir müddət can verirdi, deyir, getdim ora. Hələ deyir, onu görəndə həmiş o kostyum yadıma düşürdü, sinəm göynüyürdü, bağrım çatlayırdı deyir o adamı görəndə. Gəldim, gördüm ki, uzanıb, axır nəfəsidir. Buna deyirlər ki, tövbə elə, istiğfar elə, Allah de, belə. Deyir, axır momentdə İraq məclisdən, hamımızdan üzr istəyirəm, ağzından başladı nəcis gəlməyə. Dedilər Allah dedi, Allah istədi Allah desin, and ola Allah'a deyir, 3 dəfə it kimi hürdü sonra öldü.
3 dəfə it kimi hürdü, sonra öldü. İt kimi oğurluq eləyənin axırıydı da. Allah bu insanlardan bu dünyada da intiqam alır, o dünyada da intiqamını alacaq. Ona görə deyir ki, onlar bizi allatmasın. Onlara ki, fürsət verilib, onlar tövbə eləməmiş, Allah cəzalarını çoxaldır. Amma bəzi bəndələr var ki, Allah onları tez aparır, yaxşı bəndədir. Niyə tez aparır? Tez aparır ki, qalıb günahının üstünə günah gətirməsin. Tez aparır ki, o mühitə düşüb, haqdan uzaqlaşmasın. O tez ölənlər də sizi qorxutmasın. O da Allahın bir dənə lütfidir. Ona görə deyir, İmam Hüseyin əleyhisselam bu ayələri deyir, zikr eləyə ağlayırdı deyir. Xanım Zeynəb salamullah əleyha mənim balınımın üstündeydi. Balışımın yanında oturmuşdu. Ağanın deyir, bu səsini eşitdi, getdi onun yanına ki, canım fəda xanım Zeynəb deyir, canım olsun, fəda olsun sənə qardaş, nə baş verir? Dedi Zeynəb, o anamın toxuduğu köynəyi gətir. Xanım Zəhra bir dənə köynək toxumuşdu, vermişdi xanım Zeynəbə. Demişdi, bunu saxla, sahibi səndən istəyəcək bunu. Aşura gecəsində həmən o köynəyi imam tələb elədi. İmam tələb elədi ki, o köynəyi gətir bacı. Dedi, nə köynəyi? Dedi, anam Zəhra toxuyan köynəyi. Xanım bildi ki, sahibidir da. Xanım Zeynəb gətirdi köynəyi, belə ətrin qoxuladı, dedi, Zəhranın əllərinin izi var bunda. O köynəyi geydi. Ondan sonra dedi ki, bu gecə axırıncı gecədir. Bu gecə axırıncı gecədir. Və üzün tutdu bacısına dedi ki, bu gecə axiri ömrüm şəb-i hicrandır bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandır bacı. Leyla Əli Əkbərin anasıydı da. Eyləsin zib kənar Əkbəri Leyla bu gecə. Yatmasın sübhə kimi o bülbülü şeyda bu gecə. Eyləsin öz gülünə yaxşı tamaşa bu gecə. Sübh açılsa görəcəkdi gülü xəndandı bacı. Ümmü Leyla eləsin zinət Əli Əkbərinə. Sürmə çəksin balamın ahu baxış gözlərinə. Şanə vursun o mələk mənzərinin tellərinə. Gərçi zinətsiz özü bir mahitabandır bacı. Əsxərim dəhri cananidə candan keçəcək. Əllərim üstündə balam su yerinə qan içəcək. Boğazın xəncəri bürran kimi peykan deşəcək. Qollarım xəncəri bərran kimi peykan deşəcək. Şirixarim minada kəsilən bir quzu qurbandır bacı. Xanım Zeynəb deyir, bu fəryadı eşidəndən sonra deyir, elə ağladı ki, bütün xeymə əhli həmən yerə cəmləşdilər. Yəni bir gecə idi ki, bu vida gecəsi idi. Bir gecə idi ki, son gecə idi. Bir gecə idi ki, artıq o höccət itmam olan bir gecə idi. Deyir, bu anda idi ki, iki bacı qardaş deyir, birbiri ilə qucaqlaşdılar, ağladılar. Bu qiyamət ayrılığı idi. Bu, necə deyərlər, bir ayrılıq idi ki, bacının qəlbinə dağ çəkən bir ayrılıq idi. Amma diqqət eləyin əzizlər, nə İmam Hüseyin əleyhissalamın o görəcəyi müsibətlər, çəkəcəyi əziyyətlər, yəni Əkbər kimi bir oğlu vermək, Əskər kimi bir şirxarı qurban vermək, nə də xanım Zeynəbin qardaş qurbanları, övlad qurbanları bunları sarsıtmadı. Bunları yolundan döndərmədi. Bunları haqdan uzaqlaşdırmadı. Və bizə də bu nümunəni qoydu ki, baxın, bundan artıq müsibət görə bilməzsiniz. Bundan ağır faciəni yaşaya bilməzsiniz.
Ona görə faciələr, o çətinliklər sizi qorxutmasın. Dünya sizi haqdan ayırmasın. Dünya malı haqq deməkdə dilimizi lal eləməsin. Allaha sığına bilək. Vallahi Allahdan başqa heç bir dərdə dərman eləyən varlıq yoxdur. Mən özüm gördüyüm bir hadisədən danışım sizə. İçəri şəhərdə cümə məscidi vardı. Mən oranın imam cəmaatı idim o vaxtı. Bir dəfə cümə günüdür, namaz qutarıb, cəmaat sual-cavab elədi. Məsciddə də az adam qalıb. Belə gedəndə bir də gördüm bir nəfər dua eləyir. Bilirsiniz nə eləyir duada? Deyir, ilahi, mənə elə bir müşkül yarat ki, səndən başqa heç kim onu həll edə bilməsin. Duaya baxır. Subhanallah. Mənə də qəribə gəldi ki, bu nə deyir? Belə baxdım ki, normal adamdır, hansısa bir qüsurlu adam deyil. Duası bu idi. Qardaşlara xahiş elədim ki, o namazın qutarandan, duasını qutarandan sonra dəvət elərsiniz, gələr bizim otağa. Gəldi, bundan soruşuram ki, bu nətər dua eləmədi? Özdə ağlaya-ağlaya eləyir bunu. Bir haldadır bu, elə-belə vəziyyətdə deyil. Bundan soruşdum ki, niyə belə sən dua elədin? Nə deməkdir bu? Hikməti nədir bunun? Nələr baş verir? Çox təkid eləyəndən sonra dedi ki, mənim bir dənə problemim var idi. Həll eləmək mümkün deyil. Heç kim həll eləyə bilmirdi bunu. Nə dost tanışla, nə qohum əqrəbə ilə, nə pulla bu problem həll olunmurdu. Həqiqətən ürəyimdə ümidim yeganə Allah idi. Hər namaz vaxtı çatanda həsrətlə gözlürdüm ki, namaz gəliydi, mən Allahla münacat eləyib duamın yerinə yetməsini istəyirdim. Həmişə namaz gəlirdi, başlayırdım namaz qılmağa, hönkür-hönkür ağlayırdım ki, ilahi, mən sənə möhtacam. İlahi, səndən başqa heç kimim yoxdur. Bu problemi səndən başqa heç kim həll eləyə bilməz. Ağlaya-ağlaya. Dedim, ilahi, ənə abdukaz zəif, əz-zəlil, əl-həqirul, miskinul, müstəqin. Əleyhissalam bunları Dua-i Kumel'də deyir, Allah'tan bu cür istin ki, ilahi, mən zəlil bəndənəm, mən yoxsul bəndənəm, mən üzü qara bəndənəm, mən xəcalətli bəndənəm, mən pis bəndənəm, amma sənin bəndənəm, amma sənin yaratdığınam, amma səni deyib gəlirəm. Bu cür istəyirdim, deyir, Allah'tan belə namazdan durmaq istəmirdim, səcdədən qalxmaq istəmirdim, eşqinə, ibadətin nə olduğunu yaşayırdım onda. Gəldi deyir, elhamdülillah bu müşkil həll olundu. Bir yolla, gözlənilməyən bir halda bir nəfər gəldi, dedi, mən o adamı tanıyıram, bu müşkili mən həll edərəm. Düşdü araya, vasitə oldu, bu müşkil həll olundu. Bu müşkil həll olandan sonra yavaş-yavaş o hal məndən getdi. O namazdakı o xuzu halı, o belə də ağlamaq halı məndən getdi. İndi o namaz istəyirəm. Heç bir problemim yoxdur, hər şey yerindədir. O namazı, Allahla o cür eşqlə olan ünsiyyəti istəyirəm. O yoxdur bir dənədir. O bir həzz idi, bir ləzzət idi ki, onu heç nə mənə verə bilmir. Allahı tanıyıb ibadət eləmək, yəni budur. Eşqlə Allaha bəndəyilik eləmək, yəni bundan ibarətdir. Ona görə də İmam Hüseyin əleyhissalamın o insanları ətrafında olanlar ki, o müsibətləri gördülər, o müsibətin sonundakı yaxşılığı üçün deyirlər, ora canla başla getdilər. Hər biri sinəsin qabağa verdi, getdi. Ona görə də onun ətrafında olanların heç birinin imanında zərrə qədər dəyişiklik olmadı. İmam Xümeyni rəhmətullah əleyhə deyirlər ki, sən elə yaxşı adamsan, çünki bütün İran qalxıb deyir, Allahu Əkbər, Xümeyni rəhbər. Deməli, düz yoldasan. Deyir, filanı, and ola Allaha. Əgər bütün İran yox, bütün dünya durub deyə ki, Xümeyniyə ölüm olsun, gənə bu yoldan dönməzdim. Çünki mənim yolumun haqlığı cəmaatın deməsi deyir idi. Üzərimə düşən ilahi vəzifə idi.
onu yerinə yetirdim. Yəni haqq belədir. İnsanların rəyi başqadır. Heç kim insanları razı sala bilməz. Hamını özündən heç kim razı sala bilməz. Peyğəmbərə müxalif insanlar var idi. Əliyə müxalif insanlar var idi. İmam Hüseyni öldürən insanlar var idi. Ona görə insanların baxışı bizim üçün höccət deyil. İnsanların baxışı bizim üçün qiymət deyil. Əsli qiyməti verən Allahdır. Ona görə ilahi rizayəti götür. Hər bir addım atanda gör Allah nə deyir. İmam Hüseyni tanımaq yəni bu. İmam Hüseynə də bu şeylər təklif olunanda, dünya təklif olunanda bir dənə şeyə baxdı ki, Rəbbim bundan razıdır yoxsa yox. Sonra onu o addımı atmağa başladı. Bəs İmam Hüseyni tanıyıb əzadar olmaq yəni bu. İmam Hüseyni sevib əzadar olmaq yəni bu. Ona görə də bu günlərdə bizdən təkid olunur ki, İmam Hüseyn əleyhisselamı biz həmişə yada salaq və onun layiqli davamçılarından ola bilək. Yəni bu gecə Aşura gecəsidir. Sabah bir gecədir ki, burada Allahın sevdiyi bəndələri, Allahın düşmənləri qətlə yetirəcək. Ona görə bu hüzün, bu matəm bizim hamımızındır. Bugün buna dil uzadanlar var, buna qarşı çıxanlar var. Bunlar hamısı insanlığa dil uzadanlardır. Bunlar hamısı fəsada, fitniyə meyilli insanlardılar. Onlar bizi qorxutmamalıdır. Biz bu məclisləri necə bu vaxta qədər keçirtmişik, bundan sonra da daha layiqli formada keçirtməliyik. Ona görə də yəni bir Kərbəla səhnəsinə, bir zikri müsibətə toxunaq ki, yəni sinələri dağlayan zikirlərdən biridir. Bir Aşura günüdür, İmam Hüseyn əleyhissalam atına savar olub meydana gedir. Gördü ki, at gedmir. Zülcanah idi imamın atının adı. Gördü at getmir. Sağa baxdı, sola baxdı. Aşağı baxanda gördü balaca Rüqəyyə qızı tutub atın ayaqlarından qoymur getməcə. Qızım, niyə saxlayırsan məni, qoy gedim də. Deyir, ata həmişə sən gedəndə mənlə görüşərdin, xudafizləşərdin və indi niyə mənlə xudafizləşməmiş gedirsən? Ağa deyir, atdan düşdü, qızın aldı qucağına. Qız uşağı şirin olur axı. Qabalaca qolların doladı boynuna. Dedi, ata elə bil ki, bir dəfəlik gedirsən. Başladı ağlamağa. Dedi, qızım, narahat olma, mənə birinci sən qovuşacaqsan. Ondan sonra deyir, ağanı buraxdı. Ağa getdi. Xanım Rüqəyyənin də belə bir ağlaması var idi onun dalıcan. Deyərdi ki, onun yaralı başının oxşamalarındadır. Birində deyir, hara gedirsən ay baba? Hara gedirsən ay baba? Dalınca ağlayan gəlir. Başında yarə var baba, yarovu bağlayan gəlir. Bizi qoyub hara gedirsən? Dedi, qızım, sənə vədə verdim axı. Səni ilə Şamda görüşəcək. Elə ki, deyir, Şama gəldilər, çıxdılar. Dedi, bibi, atamı istəyirəm. Atamı verin mənə. Məlun Yezid eşitdi bu səsi. Dedi, nə istəyir o uşaq? Dedi, atasını istəyir. Dedi, atasını verin də. Təsəvvürün bir balaca uşaq, ata həsrətində olan bir uşağa görün nə verirlər. Bir sinidə, bir padnosda İmam Hüseyn əleyhisselamın başının üstünə bir dənə örtü qoyub gətirib verirlər uşağa. Belə deyir, götürür, görür atasının kəsilmiş başı. Yəni bir uşaq ki, atasını görmək istəyir, gətirib ona elə birərlər. Qucaqladı, deyir, o balaca başı. Dedi ki, susundan çatlayan dodaqlarıma bu susuz Rüqəyyən qurban ata. Yolda övladları qamçılanan haləti görən gözlərimə qurban ata. Elə belə niyayişlə gördülər, Rüqəyyənin səsi kəsildi. Xanım Zeynəb gəldi, gördü ki, o balaca uşağın bu dərddən, bu qəmdən bağrı çartlayıb. Şamın xarabalığında dünyasını dəyişib. Əlalənətullah qovmiz zalimin. İlahi, səni and veririk xanım Rüqəyyənin göz yaşlarına.
Səni and veririk Əhl-i Beytin tökdüyü göz yaşlarına. Pərverdigara bu cəmi Hüseynin həqiqi əzadarlarından qərar ver.